Dostlarımıza xəbər verək. Verək. Mən vermirəm, sən ver. 9 ildə çox əziyyət çəkdim. Qırmızı diplomla tazlandırmışam bunu. Həm buraxılış imtahanı, həm də o qırmızı diplom üçün hədimdən artıq çox çalışmışam, çox əmək sərf eləmişəm. Əlbəttə ki, bu prosesdə mənə mənəvi olaraq dəstək olan, yenə bu uğurun əsas memarları olan müəllimlərimizə təşəkkürümü bildirirəm. Bu əməkdə ən böyük pay mənim canımdan çox sevdiyim anamdır. Yəni, hamı nə qədər dəstək olsa da ananın verdiyi dəstəyi heç kim verə bilmir həyatda. Yəni, neçə yaşına gəlirsən, gəl, sən anan üçün hər zaman uşaq kimi qalırsan və anan da hər zaman səni heç bir qarşılıq olmadan sevən tək insan olur. Bunun üçün anama da bir xüsusi təşəkkür etmək istəyirəm. Çox sağ olun. Minnətdarım. Mərhum əməkdar artist Yaqub Zurufçunun oğlu Atilla Zurufçu növbəti uğuruna imza atıb. İfaçının həyat yoldaşı Aynur Zurufçu evladının 9-cu sinfi müvəffəqiyyətlə başa vurduğunu açıqlayıb. Atilla buraxılış imtahanlarında yüksək nəticə göstərərək fərqlənmə attestatını qırmızı diploma layiq görülüb.